Qarşıda insanlar çimir, onlar isə avtomobili suya salaraq idarə edirlər. Hər an hansısa ağır faciənin yaşanacağını belə düşünmədən. Dəniz mövsümü açıq elan edildikdən sonra bəzi şəxslər sanki çimərliyə dincəlməyə görə yox, maşınları ilə qanunsuz hərəkət edib video çəksinlər deyə gedirlər. Yaranan vəziyyət həmin yerlərə istirahətə gedənləri də narahat edir. Onlar deyirlər ki, bu hərəkətlər xüsusilə azyaşlılara təhlükə mənbəyidir. Lazımsız hərəkətlər eləyirlər. İstər-istəməz istirahətə gələn insanların narazılığına səbəb olur. Elə məsələlər daha yaxşı olar. Ya çox olur burada ümumiyyətlə? Bəli, olur. Axşam saatlarında olur. Əslində düzgün deyil burada sürmək, belə anladı, yəni şicəsinə. Çünki anladı burada körpələr var, uşaqlar, ailələr oturur, anladı. Çoxsu gəlir cavan uşaqlardır. İndi başa düşürəm cavanlıq daha mı olubdur, amma düzgün deyil də, yəni belə hərəkətlər eləmək. İraq birin balasını kimsə bədbəxt edir, özü də bədbəxt olacaq. Ona görə düzgün, həm də yaxşı baxılmır belə şeyə. Gecələr, axşamlar, axşam istirahət edən vaxtları insanlar olur, çox olur. Ya sürətlə sürürlər maşını. Hə, olur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib. Yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əsasən avtomobil, motosiklet, moped, kvadrosikl və digər mexaniki nəqliyyat vasitələri yalnız onların hərəkəti üçün müəyyən edilmiş yerlərdə və qaydalara uyğun şəkildə idarə edilməlidir. Çimərliklərdə, park və istirahət zonalarında, piyadaların intensiv hərəkət etdiyi ərazilərdə bu cür nəqliyyat vasitələrinin idarə olunması insanların həyat və sağlamlığı üçün real təhlükə yarada, yüksək səs-küylə vətəndaşların istirahət hüququnu poza və ictimai asayişə mənfi təsir göstərə bilər. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitələrindən təyinatı üzrə istifadə olunmalı, yol hərəkəti qaydalarına, təhlükəsizlik tələblərinə və ictimai davranış normalarına ciddi riayət edilməlidir. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində qanuna uyğun tədbirlər görülür. Fidan Əsədli, Nizami Rəsulov, Xəzər xəbər.